Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Oktyabrın 29-da və 30-da Masallı rayonunun bəzi kəndlərinin qaz təsisatında məhdudiyyət yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Sokar Azərqaz İstismar Birliyinə istinadən xəbər verir. Bildirilir ki, Masallı şəhəri Əli prospektində yerüstü qaz xəttinin çəkilməsi ilə əlaqədar olaraq şəhərin bir hissəsi, Digəh və Seybətin kəndləri ilə daxil olmaqla 3200 abonentin qaz verilişi oktyabrın 29-da saat 10:00-dan işlər tamamlanana dək dayandırılacaq. Həmçinin Ləngan kəndində 1000 mm-lik beton kollektorun ləğvi və qaz xəttinin yerinin dəyişdirilməsi səbəbilə Təklə, Ləngan, Stansiya Masallı, Xoşçobanlı və Sığmaca kəndlərində 1800-ə yaxın abonentin qaz təsisatı oktyabrın 30-da saat 10:00-dan işlər bitinənədək dayandırılacaq.